Sakit bircə dəqiqə bunu saydım, yəni siz də dinləmiş olarsınız. Dinləyin. Onsuz lazım olmasın. Hə. Demək, burada mövzu nədir? Bunu qısaca izah edeyim. Hüseyn Cavidin əsərləri. Hüseyn Cavidin dram əsərləri. Dram əsərlərini qruplaşdırmışıq. Testə düşür. Demək, dram əsəri bu adı qeyd etdikləri Ana, Şeyx Sanan, İblis, Uçurum, Knyaz, Səyavuş, Peyğəmbər və Xəyyam. Bunlar nəzmlə, yəni şeir formasında nəzmlə yazılmış dram əsərləridir. Yəni, mənzum dedik də belə, mənzum. Bu janrlarına diqqət edin. Baxın, bu adı çəkdiklərimiz faciə janrındadır. Mənzum faciə, mənzum faciə. Bu ikisi Peyğəmbər və Xəyyam. Bu ikisi, bunlar nəzmlə yazılır. Mənzumdur, düzdür, amma faciə deyil. Peyğəmbər lezedramdır. Lezedram səhnə üçün, tamaşa üçün yazılır. Lezedramlar sadəcə oxumaq üçündür. Səhnə üçün deyil. Və Xəyyam. Xəyyam və Peyğəmbər. Bu ikisi dramdır, janrları fərqlidir. Bunlar isə faciədir. Bir şey də vurğulayım ki, Hüseyn Cavid bir sərbəst bəzində şeir yazmıyor. Sərbəst üslubda şeir yazmıyor. Bir də dram əsərlərindən, yəni dramatik növdə komediya janrı yazmıyor. Nə yazmayıb dedik? Komediya. Bəli, dramatik növdə 3 janr. Dramatik növdə 3 janr var. Komediya, faciə, dram. Hüseyn Cavid bu ikisini yazır. Faciə, dram. Amma komediya yazır. Yəni gülməli şey yazır. Komediya gülməli. Keçdik bura. Nəsrlər. Nəsrlər nə demək? Yəni mətn formasında. Biz buna deyirik mənsur. Mənsur. 2 mənsur faciəsi var. Nəsrlə yazılmış faciəsi var. Maral, bir də şeyda. Nəsrlə yazılmış mənsur formada da 2 dram əsəri var. Topal Teymur mövzusu hansıdır? Tarixdən götürülübdür. Ümumiyyətlə, tarixi mövzudadır. Topal Teymurdur, Peyğəmbərdə Xəyyamdır. Bu 3 dramı tarixi mövzudadır. Bu 3 dramdan biri nəsrlə yazılır, bu tarixi dramlardan. Biri nəsrlə yazılır, mənsurdur. Amma bu İblisin intiqamı bu nəzrlədir. Və diqqət eləsəz görərsiniz ki, dramatik növdə yazdığı bu 2 janr, faciə və dram. Sizcə hansının sayı çoxdur? Nəzmlər. Yəni faciəli janr yox, faciəli. Faciəli, siz yaşasın babı üçün. İblisin intiqamı deyirsiniz, nəzmlərdir. Onu bu səhvə niyə yazmışsınız? Yox, İblis nəzmləri. İblisin bunlar ayrı əsərdir. İblisin intiqamı, nəsrlər, yəni mətn formasında yazılır. Bu iki, yəni dramatik növdə 2 janrdan istifadə edilir. Faciə və dram. Ən çox faciədən istifadə edir. Bax, bəli, 4 dənəsi dramdır. 4 dənəsi dramdır. Qalanı hamısı faciədir. 4 dənə dram da nədir? Təkrar edək. Peyğəmbər, Xəyyam, Topal Teymur, İblisin intiqamı. Bu 4'ü dramdır. Bunun 3'ü tarixi mövzudadır. Topal Teymur, Peyğəmbər, Xəyyam. Və bu 4 dənə dramın ikisi nəzmlərdir. İkisi nəsrlər, mətn formasında yazılır və faciə janrı. 2 dənə mənsur, yəni nəsrlə 2 dənə faciə yazılır. Qız adlarıdır, yadda saxlayın. 2 qız adını yadda saxlayın. Maral, Şeyda. Maral, Şeyda. Bu bizdən gələn sözsüz. Maral, Şeyda. Bu 2 əsər, bu 2 faciə nəsrlə yazılır, mənsur. Yerdə qalan bütün faciələri nəzrlə yazılır. Bu çox vacib idi uşaqlar.